Bir daha vaxtınız xeyir olsun değerli futbol severler. Günün mərkəzi qarşılaşması Şirvansaray ve Laşın arasında başladı. Reyətlərlə sizə tanış edək. 3 Əli Cəfərli, 4 Həsən Cəfərli, 5 Fikrət Beyputov, 7, daha doğrusu 11 Əli Həsənli, 2 Nurlan Babayevdir, 13 Ömər Kan və 9 Raul Məmmədov. Ənəv olaraq ağlı Göygəmdə çıxış edir Şirvansaray. Rəqibi Laşın isə Göygəmdə. Komandanın baş məşqçisində isə Yusif Quliyevdir. Həm yardımcı həm də bəzi hallarda meydanda baş məşqçi qismində qalır. Təcrübəli hakim məşqçi daha doğrusu Yusif Quliyev. Ötən turu da qələbəli bitirən Şirvansaray bu turda qələbə üçün əlindən gələn hər şey edəcək. Öncəliklə canayamızı maksimum dəstək oluruq uşaq futboluna bizim öhdəmizə düşən şeyi, yəni bəyəni sayını artıraq ki, onlar da ruhlansın və maksimum səviyyədə meydanda performans göstərə bilsinlər. İndi az qala Beyputov topu qazanacaq da en azından komanda yoldaşına qazandır deyəndən Beyputova gəlir, top zərbə indirdi və gol! İkinci dəqiqənin əvvəlində nömrə 5 Fikrət Beyputov hesabı açdı. 1-0. Artıq açıldı hesab. Oyunu da idarə edir Hakimlər Briqadasından təcrübəli hakim Səbu İbrahimzadə. Yine Beyputov topladı. 2-0. Beyputov yine səhnəyə çıxır. Fərqi 2 topa çatdırdı və mükəmməl gol celebration'la da golunu bayram etdi. Öz komandaşı Əli Cəfərli ilə birlikdə. Aleyksalam, yəni yeni gələnlər xoş gəldiniz. Gün zərbəsi yerinə yetirəcək Laçın. Vural Misirli gün zərbəsini yerinə yetirəcək. Maksimum canlıyamızı bəyənək. Out Şirvansaray klubu. Hakim oyunu saxlayır. Top Laçın klubunda. Həsən Cəfərli. Out Şirvansaray. Son toxunuş Vural Misirli'dən və out Şirvansaray klubu. Həsən Cəfərli. Fikrət Beyputov. Yenə Həsən. Əli Cəfərli. Beyputov. Həsən Cəfərdən ötürmə. Hakimin qərarı ikinciden zərbə. Növbəti dəfə yan xəttdən top oyuna daxil edir məhz Laçın klubu. Həsənli qarşıladı. Zərbə ilə də tamamladı hücumu və 3-0. 3-0 etdi Əli Həsənli. Maraqlı bir gol celebration'ı gəldi Əli Həsənlidən. Soyuqdur mənə deyir. Təqribən 21 dərəcə təyin olunan istilikdə soyuqdur mənə deyir. Yəqin ki oyunu daha da isitmək üçün bunu deyir. Hər bir halda hesabı 3-0 artıq Şirvansarayın lehinə. Out yerinə yetirəcək Laçın. Həsən Cəfərli. Əli Həsənli. Beyputov zərbə indirdi və top qapıdan aralı keçdi.
Həsən Cəfərli. Ələsənlim. Növbəti 6 yerini itirəcək Şirvansaray klubu. Fikrət Beyputov. Yine top Laçın klubunda. Vural. Beyputov ona tezi gösterir ve topu komandasına kazandıra bildi. Değerli Cəfərli topladı. Bir ekine daha sıyrıldı çarpazdan ötürme. Çobanzadə özü toxundu topa. Kün zərbəsi. Şirvansaray 6-cı dəqiqədə, 86-cı dəqiqəsində kün zərbəsi yerinə yetirir. Burada isə Babayevin ayağı topa çatmadı və növbəti out Laçın. Laçından hücum həmləsi. Qaçırma bir vuruş şəhətli idi və top qapıdan aralı keçdi. Can Emzi maksimum bəyənək. Bəyənənələriniz var olsun. Uşaq futboluna çox böyük dəstək olmuş olaraq. Həsən Cəfərli Ömərkanla oynayır. Ömərkan. Babayevə top çatmadı. Əksüm şansın Laçın komandasına ola bilər. Vural Misirli və top qapıdan aralı keçdi. Nurlan Babayev. Qarşıladılar. Həsən Cəfərli. Ömərkan. Qancəv Sarmısirli. Topa çatdırdı özünü. Laçının daha bir hücumu. Uzaqdan zərbə və top Toryandan silkələdi. Nurlan Babayev. Vural Məhəmmədov top çatmadı. Çobanzadənin toxunuşu var idi və out Şirvansaray. Hissənin 8-ci dəqiqəsi arkada qalmaq üzrədə hesabı 3-0 Şirvansarayın lehine. Vural Məhəmmədov. Son zərbə Vural Məhəmmədovdan gəldi, qeyri deyil. Və hesab 4-0 oldu hesab. 4-0 oldu ama təəssüf ki qolu hansı oyuncu vurdu. Diqqət yetirə bilmədik. Ömərkan, bəli, Ömərkan fərqləmişdi. Az öncə canlı yayımız vasitəsilə bəzi funksionallıq işə salmaya çalışırdıq. Onun üçün də diqqət yetirə bilmədik. Ömərkanla hesab 4-0 Şirvansarayın lehine dəyişir. Yine alt yerini itirəcək Laçın. Mərail canlı yayın bəyəndiyi üçün çox sağ ol. Kün zərbəsi yerini itirəcək Laçın. Nurlan Babayev. Vural Məhəmmədov. Alt Şirvansaray. Və top Şirvansaray klubunda qalır. Nurlan Babayev. Top Laçın klubuna geçti. Ve yeniden Şirvansaray topla oynayan taraf olacak.
Həsən Cəfərli. Babayev. Kim zərbəsi? Al başla. Yerden geç, yaptı ben onu. Ruh kimi geldi, reis Yox, artıq top meydançanı tərk etmişdi. Laçının hücumu. Həsən Cəfərli. Yine out. Şirvansaray. Əl hərəkətlər Həsən Cəfərlidən zərbə olacaqmı? Raul. Hərəkət Sotov, Raul Şabanzadə. Qarşısını aldı. Özü zərbə indirməyə cəhd göstərir və Ömərkanla Babayev sigortalaya bildi qaydanı pozmadan. Sadəcə hakim oyunçunun səhəti ilə maraqlanmaq üçün oyunu saxlamışdı. Yenə top Laçın klubunda. Ömərkan topu kazandı. Zərbə indirdi və 13 Emre. Ömərkan vurdu. 5-0. Türkiye Legioner Şirvansaray'ın 5. özünün ise 2. goluna imza attı. Çok əla zərbə indirmişdi Ömərkan. Hiləgər vuruşla fərqi 5 topa yüksəltdi. Kan topladı. Ömərkan zərbə indirir ve 6-0. 6-0 Ömərkan. 6-0 Ömərkan ve mükemmel gol celebration'ı. Ömərkan. Nömrə 13. 3. golü ve 6-0. Son 1 dakika 20 saniyede səhv eləmirəmsə 3 gol ardıcıl imza attı Ömərkan. Bu ise U8 ligasında rekord deməkdir. Hələ belə bir nəticə heç bir futbolçuda kanalımız vasitəsilə keçirilən yayınlarda heç birində rast gəlməmişik. 80 saniyede 3 gol Ömərkan vurmuşdu. Baxaq Laçının buna cavabı necə olacaq? Babayev. Babayev'den zərbə və qapı direğe. Action şahsı Dilaşın kamalası olabilir. Vural Misirli topladı. Ötürmez sağ çınatı. Out. Out Şirvansaray. Ali Cəfərli. Əl hərəkətlər yenə Cəfərlidən. Rəqibindən də sıyrıldı və ona qarşı qayda pozuntusu var idi mi? Yox, hakim müftü sustu. Buna rəğmən yenə top Şirvansaray klubunda. Həsən Cəfərli, Ali Cəfərli, Həsən Cəfərli. Top Laçın klubunda qalır. Növbətdə out Şirvansaray klubu. Üstəmat yox. Qapıdan zərbə ilə. Ali Cəfərli. Action şansında Şirvansaray klubunda. Ötürməz sol şantı Ali Həsənliyə çatdı. Zərbə indirdi və gol! 7-0. Ali Cəfərlinin mükemmel ötürməsindən sonra adaşçı Ali Həsənli fərqləndi. 7-0. Əsas vaxtın son 5 dəqiqə yarımı 2-si üçün hesab 7-0 Şirvansarayın xeyrinə. Və indi ikincidən zərbə yerinə yetirəcək Şirvansaray. Növbəti out Şirvansaray klubu. Peptov. Out Laçın. Haber sen yerin Harap. Harap sen yerin. Gel buradan. Al başlayacağım.
Top Şirvansaray klubunda qalır. Hasan, başla. Koş, ortaya dönüş, gitti. Pardon. İste. Əli Cəfərli. Həsən Cəfərli. Pas. Yenidən Əli. Yaxşı, əlini yanma. Həsən Cəfərli. Pas, koş. Əli Cəfərli. Medal. Qayda pozuntusu qeydə alındı və cərmə zərbəsi. Bir xeyli uzaq məsafədən Laçın klubu standart vəziyyəti yerinə yetirəcək. Və top qapıdan aralı keçdi. Hücum həmləsi Şirvansaray klubundan. Əli Cəfərli. Həsən Cəfərli. Həsənlədən ötürmə. Yenə Əli Cəfərli. Həsən Cəfərli. Əli Cəfərli. Həsən Cəfərli. Bebtov. Növbəti alt yerinə yetirəcək Şirvansaray. Əli Həsənli topladı. Həsən Cəfərli. Əli Cəfərli. Həsən Cəfərli. Hesabda hər hansı bir dəyişiklik yoxdur hələ ki. Eynidir hesab. Şirvansaray 7, Laçın 0. İlk hissəyə İldırım kimi başladı. Şirvansaray. Ənəv olaraq məsələnin taleyini ilk hissədə həll etməyə çalışır Şirvansaray klubu. İlk hissənin əsas vaxtının son 2 dəqiqəsi start götürür. Əli Həsənli. Cəfərli. Əli Həsənli və top qapıdan aralı keçdi. Bir de değil. Hop bir. Gel. Al yine de yakışık atışa. Yok. $1000. Bravo $1000. Yenidən altı yerinə yetirdi Şirvansaray. Top Laçın klubunda. Həsən Cəfərli ortalayır. Son zərbə ilə Həsənlidən və top qapıdan aralı keçdi. Hissənin isə sonuncu dəqiqəsi. Out Şirvansaray.
Kalktı. Sola ver. Hadi. İkinci zərbəsi. Laçın. Biz bana. Sen. Hani başa kimi ikisini bitirdi. Laçın 0, Şirvansaray 7.